Narkotik vasitənin təsiri altında olan sürücü və sərnişinləri saxlanılıb. APA-nın məlumatına görə bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Məlumata görə Bakı-Şamaxı-Yevlax yolunun Qobustan şəhəri ərazisindən keçən hissəsində Toyota markalı avtomobilin sürücüsü Elnur Əzimov qayda pozuntusuna yol verdiyi üçün yol patrul xidmət əməkdaşları tərəfindən saxlanılıb. Sürücünün, eləcə də avtomobildə olan 2 qadın sərnişinin narkotik vasitənin təsiri altında olmalarına əsaslı şübhələr yarandığından onların tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb. Bununla yanaşı, avtomobilində narkotik vasitə olmasını etiraf edən Elnur Əzimov və sərnişinləri barədə qanuna müvafiq tədbirlər görülməklə toplanmış materiallar Qobustan rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər üç şəxs məsuliyyətə cəlb olunub. O cümlədən Elnur Əzimov sürücülük hüququ məhdudlaşdırılmaqla 1 ay müddətinə inzibati həbs edilib. Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında şikan arxasına əyləşərək günahsız insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqa zidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir deyə məlumatda deyilir.